Bilirsiniz, bir dənə hadisənə ümumi nadir hadisələri gətirib. Ümumən demək düzgün deyil. Bu nə deyir? Bu deyir ki, məsələn, restoranlarda ət yemək düzgün deyil. Bir dəfə çıxışında yadınızdadırsa. Ne üçün? Bəs bir dəfə dəlil gətirib. Bir dəfə biz restorandaydıq. Afisant da dedi ki, ət harda kəsilib? Afisant dedi, cahildir. Görüb saqqallardır. O da istəyib ki, belə əti belə bəzətsin. Kliyentdir də, istəyir əti satsın. Deyib, bilirsən, pirdə kəsilib. Elə bilir ki, bu saat desə ki, pirdə kəsilib, bunlar deyəcək, nə ləzzət daha. Pirdə kəsilib, savablı ətdir. O elə cahildir. Şimdi pirdə o boyda restoranı çatdırmaq olar. Pirlər bu saat biznes zəifliyib. Tüpsə o, qutardı. Azərbaycanda restoranlarda çörək yemək olmaz. Öyle də. Gelib haradasa dağlarda kimisə görür. Deyib ki, mən müsəlman deyiləm, deyib qutardı. Azərbaycanda əhali, xalq müsəlman deyil. Hələ şey olar, yəni onun normal adam deməz. Ola bilər indi, ola bilər sən yaşlı adam, kətdə hansısa dağlarda. Deyər, həni oğlu, biz müsəlman deyilik. Ola bilər qəsdirik ki, yəni müsəlman yəni namaz qılan deyilik, zat belə də ola bilər. Bir dənə qardaş var, deyir, xavariclərlə, deyir, bir dənə dükandır, xavariclərdə işləyir. Müdürə deyirəm ki, müdür cahildir. Deyirəm, o sən kafir deyir. O da müdür də başı düşür axı. Deyir, disin də. Deyir, disin də, kafir də. Başı düşmür. Sonra deyir, yaxınlaşıram başqa cəhətdən ki, o kafir bilsən sənin işləyir. Sən kafirsənsə, sən ailən, zat ona halal deyil. Birdən cihad olsa olan fikrinə görə. Onlar, yəni qadınlara cariyə kimi baxırlar. Deyirəm, bəlkə qeyrət cəhətindən yaxınlaşma ona. Fikir verirsən, yəni insanlar avamdırlar. Deyir, kafirlər, desin də kafir, nə olub ki? Başa düşmür, kafir demək nədir? Nə deməkdir? Belə yanaşma batildir. Yəni, heç bir əsası yoxdur bunun. Sadəcə adam istəyir xavaricləri özünü yaxşı göstərsin. Aydın qalıb, heç də cavab verə bilmir. Neytralda olanlardan biri şeylədi, dedi ki, mən səndən böyüyəm. Cavab ver ya. Bu böyük kiçik ilə deyil axı. O başqa məsələdir, böyük kiçik. Cavab ver. Sən cavab vermirsən, deyirsən, ayıb olsun, mən səndən böyüyəm. Bu cavabdır. Çünki bilsin üçün heç nə deyə bilmir. Qalıb belə. Ona görə heç nə. Sadəcə